6'sı, 15'i, 24 tarihinde dünyaya gelmiş insanlar. Şu sayı 6 sayılır. Nəfs vektoru davamlı olarak sevgi ve komfort tələb edir. Həmişə sevgi istəyir. Və bu sevgi istəyi bitmir. Davamlı komfort tələb edir. Öz komfortu üçün hər şey eləyər. Hər şey eləyər. Sənə yalan da danışar. Misiya 6 var burada. Bir dənə qayıdınız. Misiya 6. 6 var. Və davamlı olarak şu sayı 6 misal üçün çox rahat adamdır da, yəni. Mənə işdə biliyorsan, qırğındır, qiyamətdir, bütün sistem çöküb, mən çox rahat şəkildə gedir, yəni tərpənməyəcəm, bezim olmayacam. Amma davamlı olarak məni çağırmaqları məni komfortdan çıxardır. Məni komfortdan çıxardır deyə mən deyirəm ki, bu iş mənlik deyil, işdən çıxır. Sonra oturup analiz edirəm, mənim nəfsim nə istəyir? Komfort. Hədəfim nədir? Pul qazanmaq. Nəfs hədəfi keçləsə mən işdən çıxacam. Ağırlı olmadan işdən, plansız işdən çıxacam da. Ki, vəbşi cəhənnəm onu heç birimizin işləmədi deyəcəm. Komfortunuza görə dağıtdınız. Tamam. Sayılır, nəfs hədəfdən yüksəkdir. Bir də var, hədəf nəfsdən yüksəkdir. Yəni, analiz edirsən, zamanı çatanda özü olacaq deyirsən. Və situasiyanı qəbul edirsən ki, bəli, mən müqaviləyə imza atıb girmişəm, bütün bunların hər birinə imza atmışam. Sizdə yəqin biraz haqsızlıqlar da oldu məsələn. 4 missiyalarda 100% haqsızlıq baş verirsə qarşı. Və bu avtomatik olaraq nə edir? Bizim komfortumuzu dağıdır kiminsə məsələn. Oradan izləməsi, dur get bunu elə, get onu elə, get bunu elə və sevgisizlikdən əziyyət çəkirik. İnsanlar bizi az uzaqlayır həmişə, niyəsə görə. Hamı ilə uzaqlaşmaq istəyirik. Elementlər avtobusda zədd edəndə belə toxunmaq istəyir ki, belə qoluna dəysin. Toxunum. Gülürlər, bax elədir. Hə? Əksinə eləyirlər. Bilsən, mövzu belədir. 6 sevgini almaq istəyir, vermək istəmir. Özü istəyir, ancaq məni uzaqlayır, özü işlə eləmək istəmir. Bəli? Deyil. Kişi kimi də özü istəyəndə sıralayır. Hə, özünə lazım olanda gəlib keçəcək belə bir şey kimi başına fırlanacaq, istədiyini alacaq, sağ ol. Özünə nə lazımdırsa. Altılar davamlı olaraq komfort, sevgi və seks istəyirlər. Davamlı olaraq. Və reallaşma gelir yaradıcılıq vasitəsilə. Altı yaradıcılıqda olanda reallaşmağa başlayır. Yaradıcılıq kəsilirsə, reallaşma dayanır. Mən misal üçün yaradıcılıqla məşğul olan açıram, nəsə video düzəldirəm, nəsə bir şeylər düzəldirəm. Üstündən 2 gün sonra kimsə seansa yazılır, kimsə koçluğa yazılır. Nə reklam gedir, haradasa, nə bir şey. Sadəcə enerji artır, insanların yadına düşürəm, gəlirlər mənim yanıma, pul ödəyirlər, mənə pul edirlər, mənə fürsət gəlir. Altılarda bu yaradıcılıq vasitəsiylədir. Yalnız altıların 2 enerjisi var, qalan bütün insanlarda bir enerjidir. 6'ya yuxarıdan aşağı müdrikli enerjisi axır, aşağıdan yuxarı seksual enerji axır. Əgər enerjini qaldırırsaq başa, yuxarıdan gələn müdrikli enerjisi bədənə keçir, o zaman alım vasitəsilə bir işıq yanır və pulun harada olduğu 6'ya göstərilir. Altılar həyatında həmişə problem olanda onu belə problemdən götürürlər, qıraq artırlar. Davamlı bu altıların başına gəlir. Mənfi də altıların mənfisi yoxdur. 9 da 6'nın əksidir də. Altılar mənfidə intiqamcı, dələduz, həmişə cinayətkar, başqasının əli ilə kimisə vurur, kimisə quyusu qazır, yalan danışır, istifadəçi. Əgər sizin bu istifadə edilmək qorxunuz varsa, sizin həyatınıza bir altı gələcək və sizdən istifadə edəcək. Heç özünüzün də xəbəri olmayacaq ki, necə istifadə olundunuz. Hər şey bitəndə ortada belə mal kimi qalacaq ki,
İstifadə edin. Əgər haqq tələb edirsə, həyatınıza 4 girəcək, bütün haqq tələbini dağıdacaq. Əgər pulu qoruyursunuzsa, davamlı olaraq paxıllıq yox. Az gözlük varsa, doymursunuzsa, pulu yığırsınızsa, həyatınıza 1.8 girəcək, bütün pullarınızı götürəcək. Davamlı olaraq hamımızın həyatında bir şeyler olur. Və insan gəlib gedəndə biz o adama pislik arzulayır ki, sənin görmə olmasın. O adam əslində sənin illüziyalar oradadır, sən bunu görmədin. Yəni 6 təhlükəli bir rəqəmdir, amma şirindir də, indiyə gəlin boyumuza alaq ki, mən şirinəm.